Hər kəsə salam. İlk dəfədir ki, vloqa axşam vaxtından başlayıram. Biraz yavaş danışıram, sonra editdə səsimi artıracağam, çünki Elvin iclasdadır. Bu axşam birlikdə yemək bişiririk. Nə bişiririk? Makaron. Deyə bilərsiniz ki, ay sağlam həyat, marafon, rutin, necə makaron? Təbii ki, fit makaron. Getdik. Bu arada keçən vlogda çox rəy yazmısınız ki, makyajsız nə qəşəng görünürsən falan filan. O sonun əvvəlki vlog idi. Sonun əvvəlki idi. Amma yenə də təşəkkür edirəm. Öpürəm buradan sizi çoxlu. Makarona keçək. Makaron mərcimək makarondur. Bunları Millerdən alıram. Normalda 5 manat olur, amma bu endirmə düşmüşdü. 2 manat neçə qəpiyə düşmüşdü. 200 qramdır sadəcə. Üzərinə 3-5 dəqiqə yazılıb, amma daha gec qaynayır. Nəzərinizdə olsun. Suyu qoydum filtrləsin. Biz burada krantdan su içmirik. Məncə Azərbaycanda da içilmir krantdan su, bilmirəm. Azərbaycanda bizim evdə kranta filtr qoşmuşlar. Onu necə edirlər bilmirəm. Deyəsən su borusuna falan qoşurlar. Ondan başım çıxmır. Onu atam eləmişdi. Burada isə belə bir su filtrimiz var. İçinə filtr qoyuruq. Özünün də üst hissəsində baxın vaxt yazılıb. Bu vaxtı dolanda filtrini dəyişirik. Bir filtr 1 ay, 1 ay yarım gedir. Filtr dolandan sonra makaronu qaynadaq və makaron qaynayana qədər indi onun protein hazırlayaq. Bu gün protein olaraq krevetka istifadə edirəm. Krevetkanı özünü çox xoşlayıram, amma heç vaxt krevetkalı makaron yoxlamamışam. İlk olacaq. Belə hazır 2 paçka təmizlənmiş krevetkalarımız var. Bələyimiz var. Biber və kök də qatacağam. Bir də soğan, sarımsaq qatacağam. Soğanla sarımsağı da yenirik. Təbii ki, bızıtlayırıq. Bu nehrə yağın şüşə bankaya dolduranda anam inadla dedi ki, bu şüşə bankada sınacaq. Hər dəfə götürdükcə sən bunu şüşəyə gərək doldurmazdın. Mən də tərsliyimə düşdü. İnadla dedim ki, yox, mən bu bankanı sındırmayacağam. İndi bu birinci bankada artıq bitdi. Sındırmadan bitirə bildim. Qaldı ikinci banka. 20% laktozfri qaymağımızı da qəşəng qatırıq yeməyə. Bu ilk öncə sizə sulu gələ bilər, amma nəzərə alın ki, bunun üçün həm makaron ala biləcəyik, həm də biraz quruyacaq təbii ki, isti ilə. Bu arada xanımlar, turşuya yazdığınız rəylər üçün çox təşəkkür edirəm. Açdım, hardasa bir 2-3 dəqiqə ağzını açıq saxladım və həqiqətən artıq deyəsən axıtmır. Yəni ən azından qabda olmayıb. O birisi bayağı tökülürdü buralara. Elvin biraz dadına baxdı və çox bəyəndi, dedi çox qəşəng olub. Amma hələ ki 4 gündür. 10-cu gün tam olanda açacağıq, görək necə olacaq. Yeməyimiz hazır. Normalda bunu çox da qəşəng bəzəyib düzəyərdim. Belə çox özənsiz oldu, amma ki eyb yox. Tələsirəm deyə ona vaxt yoxdur. Çox ləzzətlidir. Bu dəfəki çox da bir kombin çəksən. Elvin əslində eyni geymişik. Sadəcə yürüyüşə çıxırıq Nuranə ilə. Yəni resept videosu çəkirdim, ona görə makyaj eləmişəm. Gələndə göstərərəm sizə. Hələ tam bitməyib, davamını bir yerdə eləyərik. Sinqurçka olmağa çalışarkən şax doğmaya dönüş. Yeni ilin gəldiyini artıq onsuz da hiss edirik neçə vlogdur ki, amma bu maşından vəbşi. Bu nədir belə Sovetin maşınıdır. Çox qəşəng görünür. İçində də yeni oyuncaqları var. DK doğru yol alırıq. Evini ötürürük dostugilə. Mən də Nuranə göstərirəm. Və budur ən sevdiyim bayram gəldi. Hər yerdə yeni il evləri artıq qurulub və görək bunlarda nələr var, nələr satırlar. Sən burada təmiz dəridir. Belə 3 dənəsi dəridir bu. Nədir dəri yoxşur. 3 dənəsi 29 manatdır. Burada da isti şərab verirlər. Və sosislər. Nə deyəsən don sosislərdir. Fərqli pendir çeşidləri. Çox yaxından çəkmirəm ki, insanları narahat eləməyim. Taxtadan əl işləri. Burada nə verirlər belə növbə var. Burada isti şərabdır. Mən isti şərabı ümumiyyətlə xoşlamıram. Ümumiyyətlə içən deyiləm açığı. Ona görə də belə isti, soyuq fərqi yoxdur. Şərabdır, çaxırdır, araqdır. Bunlar mənlik deyil. Kokteyllərin tərkibində olanda bəzən ola bilər dadına baxıram. Yox, kokteylin tərkibində olanda normal içirəm. Xoşuma gəlir. Kokteyllərin tərkibində çox az qatırlar da, amma spirti yəni hiss eləməyəcəyiniz qədər azdır. Amma belə sırf içki olaraq içə bilmirəm. Dadı xoşuma gəlmir. Sürüşmə yerini də qoyublar buz pateni. Əslində bu çox kiçikdir. Geçən paradda sizə göl göstərmişdim belə çox böyük. Bilmirəm o göldür yoxsa nədirsə. Ayda burnum necə qısardı. Oranı full dondururlar və çox böyük açıq havada buz meydançası olur. Çox qəşəngdir. Bu isə balacasıdır. Oo, nə qəşəng sürüşürlər. Kimsə qıraqdan fotoaparatla mənim şəklimi çəkir. Ona görə də hiss eləmədən poz verməyə çalışıram. Bəzən olur belə kamera ilə kimsə görəndə qıraqdan fotoaparatla şəklimi çəkir. Öyrəşmişəm bu vəziyyətə. Xoşuma da gəlir açığı. Əsl meyvələrdir, amma qurudulub. Bu mənim ən sevdiyim stendlərdən biridir. Çoxlu, fərqli, dəhşətli dərəcədə çoxlu belə kukilər deyim. Kuki də elə belə şirniyyat yumurlar deyim. Nəsə heç cür adını tapam mənim. Təbii ki, Dubai şokoladlı hər yerdə, çiyələkli, brownieli. Dəhşət çox şirinlər var. Bunları onsuz da bilirsiniz adi şirinlərdir. Və makaronlar.
Üzərində də I love Budapest yazılıb. Çox qəşəng görünürlər hamısı. Budapestin bayrağı, gerbi. Pistachiosu var, cappuccinosu var, duzlu karamellisi var, trüfellisi. Bir videoda bunlardan yoxlayarıq. Starbucks'a yeni içkilər gəlib. Əslində mən içmək istədiyim bir şey var. Matchalı tofinat gəlib. Tofinat onsuz da hər qış gəlir. Yeni ilə yaxın. Çox da qəşəng içkidir, şirin belə kofedir. Amma onun matchalısı gəlib. Ona biraz mənə maraqlıdır. Gəlin sizə ən sevdiyim mağazalardan birini aparım. Löş. İçəri girəndə kaş buranın qoxusun sizə ötürə biləydim. Sabunlar, şampunlar, əl kremləri falan var. Məsələn, bunların hamısı sabundur. Hamısı fərqli-fərqli rəngdə, fərqli-fərqli qoxulardadır. Mələk formasında belə sabun var. 16 manatdır. Bu mələklər 14 manatdır. Belə, bunlar 13 manatdır. Qala formasında var 16 manata. Bu da hansısa yoxlamaq üçün qoyulanlardan biri ilə yoxlayıb əlinizi yuya bilərsiniz. Ya maskadır, ya bədən kremidir. Bir dənə baxım. Ya da skrab da ola bilərlər. Qızıl gülüsü var məsəl üçün. Ay, bununki pisiymiş. Maçalı gəlib. Yox, maçalının iyi qəşəng deyil. Bütün yolkanı və işıqlandırma sistemini qurublar. Amma hələ işıqları yandırmayıblar. Burada həmişə fərqli maşınları qoyurlar. Keçən il amma qışda yadıma düşür Legodan çox böyük bir şey düzəltmişlər. Onu qoymuşlar amma normalda belə maşınlar qoyurlar. Qaşınlardan başım çox çıxmır amma ki yenə də qəşəng görünür. Mən elə bildim sabah açılacaq amma bugün də hər yer açıq imiş. Bu 10 manatdır. Qiymətlər də təbii ki tipik Christmas market qiymətləridir və hər şey kifayət qədər overpriced-dir. Bu mələk peçenyası 3 manatdır. Amma bunlar çox qəşəngdir. Bu 12 manatdır. Buna 12 manat verirəm açığı. Ayda bu lap qəşəngdir. Quzuya baxın hələ. Və arkadaşlar xoş gəlmisiniz. Budapeştə xoş gəlmisiniz mənimlə bərabər. Oyda dəhşət millət var. Düşünməyin ki bu 2 günün verdiyin canfəşanlıqda yox. Demək olar ki hər gün burada bu qədər adam olur. Hətta bugün az adam var sizə deyə bilərəm. Buranın məşhur yeməyi gulyaş. Qiyməti 28 manatdır. Təxmini şorabaları, donuz əti oyda. Dəhşət pis donuz iyi gəlir, dəhşət. Mən normalda donuz əti yemişəm, birinci dəfə sınamışam. Onsuz da kalbasanın içində hamımız yeyirik açığı, yəni. Əgər mağazadan kalbasa yeyirsinizsə, donuz əti 100% yemişsiniz, yeməmişim deməyin. Amma ki, bir-iki dəfə məhz donuzun öz ətini yoxlamışam. Dadlı pişən yerlər var, həqiqətən. Amma buradakilardan həmişə iyi gəlir. Bilmirəm nə iyidir. Amma salam dostlar, Nuranə və hara getdim? Və yeni il yolkamız. Asiye gördüğünüz gibi fotoğraf olabilir burada. Pəhrizdə olarkən qarşıma çıxan şeylər. Diyet bizə haqq mıdır? Şirniyyatlar bizə haqq mıdır? 13200 addım atmışıq. Halalı bizə. Nuranənin qəşəng gəzdik. Deməli sizə göstərim gələndən nə ilə məşğulam. Video çəkirəm, resept videosu yeni il üçün. 2 sıranı səliqəli eləməyə çalışmışam. Sonra 2 sıra biraz yola verdi olub. Bu vəbşə gülməlidir. Qalanı ilə də ayrıca peçenya bişirəcəm. Çünki bunu həqiqətən vaxt aparır bunu bu cür ayrı-ayrı kəsib belə yumrulamaq. Qızlar, bişirdiyim möhtəşəm ötəsi peçenyaları görmək lazımdır. Yəni orijinalından çox-çox daha qəşəng olub. Bu orijinal versiyası görürsüz. Mən bişirdiyim ev necə görünür? Şaşıracağım görürseniz. Bunlar niyə belə sosiska çörəyidir? Birincisi mən bunu belə bükməmişdim. Səliqəli bükmüşdüm həqiqətən də. Bu niyə belə olub və niyə rəngi qaçıb? Məsəl üçün çiğ halda rəngini göstərim sizə. Baxın burada ürəklər düzəltmişəm. Bura eyləmişəm. Bunu da A eləyəcəm. Olacaq. A ürək peçenyası. Çiğ halda rəngi budur, çəhrayı. Bəs bu niyə belə oldu? Bu niyə sosiska çörəyi oldu? Eybi yox. Yəni peçenya da yeməlidir. Adi qəşəng. Şirin, xırt-xırt peçenyadır. Video pis olsa belə dadı qəşəngdir. Amma niyə bu video düşdüm? Altdan yeyirəm mən də. Görün nə şirin oldu. İndi bu da bişəndən sonra böyük ehtimal sasikaya oxşayacaq. Evin. Zəhmət olmasa gəl mənim təriflə. Nə qəşəngsən? Yox, peçenyanı təriflə. Peçenyanı nə qəşəngsən? Yeni bir gündən hər kəsə salamlar. Yeni bir günümüz bizim biraz gec başlayıb. Mən çox gec oyanmışam. Saat 12 yarısı. Dünən o peçenyanı bişirim deyə gecə saat 3-ün yarısına kimi yoxsa 3-ə qalmışa kimi gözlədim. Çünki peçenyanı bişirməli idim də, elə çöldə qoyası değildim. Birinci nə etməliyik? Səhər yeməyi yeməliyik. Amma evdə durduq ki, nə yumurta var, nə bir şey var. Ona görə nə edirik? Gedirik marketə. Kiçik alış-veriş eləməyə çalışacağıq mümkün qədər. Görək alınacaqmı? Lidl. Həmişə alış-veriş elədiyimiz mağaza adətən bura olur. Hazır yeməklər mənə qədər qəribə gəlir ki, məsəl üçün bu toyuqlu giroş gedir adı.
və qiyməti sadəcə 8 manatdır. Bu makaron 7 manatdır. Belə suşilər var. Bunun qiyməti 11 manatdır, amma heç qəşəng görünmür də. Diri düyü də elə bir. Mənim ən sevdiyim stendlərdən biridir. Burada ən yeni şeyləri adətən bura qoyurlar. Belə bir quru ət çeşidi var, salami. Donuzludur və 5 manatdır. Burada saskaya bükülmüş salami var. Bunlar nədir? Nə maraqlı görünür? Desert. Stəkan forması. Şüşədir deyəsən, hə? Hə. Şüşəymiş, nə maraqlı. Və stəkan. Burası qulpu belə qəribədir. Nə desertidir bu? Sadəcə kofeli bir desertdir. 4 manatdır. Ətli qnoçilər. Yox, mən ətli qnoçi deluxe-dan almışdım. Maral əti ilə donuz əti. Nə maraqlı. Hə, maraldır. Qnoçilər çox ləzzətli olur, çox dadlı olur. Kartofdan hazırlanır. Belə fərqli makaron növləri var. 4 manatdır. Donuz paşteti. Hinduşka və ördəklə. Mən paştetin nə olduğunu hələ tam olaraq başa düşməmişəm. Ciyərdir paştet. Karamelli profiterol. Küflü pendir də çox ləzzətli olur, çox dadlı olur. Ən sevdiyim standa. Hamısı laktoz free. Labubun belə şokoladları gəlib. Bundan amma bir dəfə yoxlamışdıq. İçindən labub formasında deyildi. Dümdüz şokolad çıxırdı. Qara mərci var. Nə qəşəngdir. Burada belə bir şey var, incirdir. Elə bildim incir mürəbbəsi. Sonra da yanında soğan gördüm. Dedim, soğan mürəbbəsi alıb yoxlayarıq video çəkmək üçün. Onda gördüm ki, o turşuymuş. İncirdən ötürü ürəyim gedir mənim. Alışverişimizi bitirdik. Gedək evdə göstərərəm sizə. Birinci göstərməmişdən əvvəl səhər yemək hazırlayaq, çünki acmışıq. Nə qədər verdik bunlara? 100 manat. Evə gələn kimi başladıq özümüzə səhər yeməyi hazırlamağa. Bugün niyəsə ürəyimiz fərqli səhərli yeməklər istəyirdi. Elvin pomidor yumurta, mən isə tofu ilə yumurta bişirmək istədim. Tofum qızarana qədər vaxt itirmədən sizdən alışverişdə bir-bir bölüşüm. Arabanı gətirib qoymuşam bura. Nar almışıq 2, 4, 5 dənə. 5 dənə nara 15 manat pul vermişik, çünki burada dənə ilə satılır və dənəsi 3-4 manat arasıdır. Proteinli fıstıq əzməsi. Son zamanlar bu laktoz free inək südü alırıq. Bir ara biz ancaq bitki mənşəli süd alırdıq və ilk dəfə açanda belə gördüm ki, qəribə iyi gəlir. Deyirəm, bəlkə xarab olub. Sonra yadıma düşür ki, inək südüdür də. Yəni inək südünün iyi bu olur. Elvinin kəsmikləri, mənim kəsmiklərim, yumurta, bir dənə də yumurta artıq onu açmışıq. Qaymaq, laktoz free. Elvin bir dənə belə bir şirniyyat götürdü. Həm də ki, qabı şüşə qabdır. Tofu, biri də qazanda pişir. Elvinin sevdiyi sasikalardan. 3 dənə bundan aldım. Cottage cheese. Çox ləzzətlidir. Kəsmiyin daha sulu və daha dadlı versiyasıdır. Elvin alıb bunu deyəsən malinalı yoğurt. Artıq laktoz free qara mərci. Eşitmişəm elə bir qara mərci deyə bir şey. Doğrudan. Olacaq. Düyüyə də oxşamır. Mərciyə daha çox oxşayır. Baxdım ki, belə kalorisi, proteini falan bayağı yaxşıdır. Yəni dedim, yəqin sağlam bir şeydir, alaq yoxlayaq. 5-6 dənə protein barlar. Bunlar həm şirniyyat istəyini çox yaxşı əvəz eləyir. Proteindir də, yəni nə ziyanı var. Bunların dənəsi 3-4 manatdır. Zucchini. Zucchini nə idi? Qabaq. Kabak deyirik türklər. Azərbaycanca adı bilmirəm, kabakdır. Ən sevdiyim yeməklərdə işlətdiyim Kaliforniya bibəri, banan, şirniyyatlarda işlətdiyimiz çoxlu-çoxlu. Brüksel kələmi, 2 dənə xiyar və kələm, amma bu rəngli kələmdir, bənövşəyi kələm. Bunu bilmirəm, Azərbaycanda deyəsən heç yeməmişəm. Kələm dolmasının içi qalmışdı keçən dəfədən. Dedim ki, fərqli olsun deyə bu dəfə buna bükəcəm. Dadı inşallah yaxşı olar. Bir dənə də bu Stranger Things'in oyuncağı. Bu Azərbaycanda bu bayağı məşhur olub. Burada xeyli vaxtı da var. Deyəsən Azərbaycana təzə gətiriblər. Bir-birinə bağlayıblar belə rezinlər. Şirindir bu. Bəyəndim kolleksiya. Gözəldir. Alarıq yenə. Bu mənim səhər yeməyim. Elvindəki pomidor yumurta və çay saatı. Mən özümə fıstıqlı, belə xəlibsi düzəltdim bananla. Elvində bu kukilərdən yeyəcək. Düzdür, bunlar səsqa çörəyə oxşayır həqiqətən, amma o qədər ləzzətlidir ki, o qədər dadlı peçeni olub ki. İdmandan gəldim qızlar və idmandan sonra həmişəki kokteylimi içirəm ki, proteinim əzləmə yaxşı tez çatsın, tez bərpa olsun. Yeni bir gündən hər kəsə salam. Bugün çöldə işim var deyə biraz tələsik səhər yeməyi yeyirik, çox da ürəyim istəmədiyi üçün. Belə xilipsi, fıstıq əzməsi, banan, standart. 200 neçə kaloridir, 10 qram da proteini var çayımız və burada da bir tərəfdən də edit eləyirəm. Hava çox qəşəng günəşli imiş. İndi Nuranə ilə görüşəcəyik. Bugünkü planımız nədir? Nuranənin kargosunu gedib depodan götürmək. Boksdan vaxtında götürməyib, unudub və qayıdıb o depoya. Gəlmişik indi Nuranənin kargosunu götürməyə. İş orasıdır ki, çox belə çöllük, dəxilsiz bir yer və bilmirik qapı hardandır, çəpəri də var hər tərəfdə. O tərəfə gedək görək, oralara oxşuyur bir dənə. Dostlar, qayıtdıq biz mola tərəf. Çünki niyə? Çünki Nuranə xanımın bu kargosu işləmirmiş, bazar günü işləmirmiş. Mən şübhələnmişdim əslində, soruşdum, dedim bazar günü işləmir. Biz ikimiz də şübhələnmişdik, amma fikir verdik, dedik ki, yəni işləməsə də piyada yürüşdür də, gedək heç nə olmaz. Yaxşı piyada yeridik, qəşəng. İndi gəlirik mola. Neysə ki, kargonu götürəmədik, nəticə budur. İndi gəlirik mən əvvəl
Bu tərəfdə qaldığımız ən çox gəldiyim mol buraydı, amma çox uzun müddətdir ki, bu mola gəlmirəm. İnsoya belə sürpriz hədiyyə qutuları gəlib çoxlu və bəziləri 25, bəziləri 30 manatdır. İçindən nə çıxacağı da təxmini üzərində belə ipucu verir. Məsələn, bundan yeni şeylər çıxacaq. Bundan belə oyuncaq tərzi bir şey çıxacaq böyük ehtimal. Bundan Powerpuff tərzi. Sizi qış vaxtı gəzməyi ən çox sevdiyim mağazaya gətirin. Necə gözəl, çoxlu və fərqli oyuncaqlar var. Yeni süfrəsinə baxın hələ. Bunlar şam deyə. Gəl bunlara qıy yandı da. İndi bunlara bunu yandıra bilərsən Nurayna. Qiymətləri bu məsəl üçün 30 manatdır qızlar. Qabı göstərim sizə. Bunun qiyməti 20 manatdır. Ayda bu kasa çox qəşəngdir. Buna baxın, bir dənə salat qabı kimi. Qiyməti 40 manatdır. Bu Temudan aldığımız taxtaya oxşamır. Onun sadəcə baxa qəhvərəngidir. Biz aldığımız açıq rəngli və 30 manatdır. Təbii ki, Temudan çox ucuz qiymətə 2 dənəsini almışdıq. Yolkaları çox qəşəng. Bunların bir dənə çəhrayı yolkası vardı, o yolka. Ən şokoladların şirinliyinə baxın. Bunlar yəqin ki, tortu və ya kekisi bəzəmək üçün olan belə xüsusi düzəldilmiş şokoladlardır. Bir ədədi 6 manat 50 qəpikdir. Fərqli növləri var, qaradam, şaxta baba. Bunlardan bu dekavlogda yoxlayarıq. Keçən il yoxlamadım heç. Belə şokoladlı şirniyyatlardır. Qaynar südə batırıb qarışdırırıq. Olur çox ləzzətli. Çox fərqli çeşidləri var. Bu məsəl üçün çiyələkli deyəsən. Çox fərqli çeşidləri var. Buna baxın. Bu da qəşəngdir. Bundan da çox xoşum gəlir. Buna baxın. Özünün stəkanı, isti şokoladı, marshmallowsu və bu şokoladı hazırlamaq üçün çox balaca, kiçik belə nə deyirlər buna? Bundan qarışdırmaq üçün çırpıcı. Belə bir şeydir. 35 manat. Bu amma əməlli böyük çaşkadır. Bu sup çaşkasıdır. Bu rəngi də var belə. Belə versiyası da var. Yenə isti şokolad, marshmallow və stəkanı. Bunun qiyməti də 30 manatdır. Çox qəşəng bir dənə fincan tapdım. 15 manat. Çin. Şamlar çox qəşəngdir. Buna bax, bu şam 7 manatdır. Belə rəngarəng. Görəsən qazın üstündə yemək bişirmək üçündür, yoxsa sadəcə dekorativ amaçlı süfrədə nəsə verirsən? Amma əməli boşluq qazan materialına oxşuyur. Hər ölçüdə, kiçikdən böyüyə qar kürələri var. Belə bir çay advent kalendar tapdım və 15 manatdır. Belə bir şey. Qızlar, mən hazıram. Evdən çıxmalıyıq, amma evdən çıxa bilmirik. Sizcə niyə? Elmin Qurtlar Vadisindən qopa bilmir. Devlet görevi bitti mi? Seninle bağım da bitti. Güzel əzbərləyib. Kombinim budur. Gedirik su içməyə. Heç nə. Elə hava çox soyuqdur deyə gedirik qəşəng bir dənə. Bir dəfə sizə göstərmişdim dandan sup. Gedirik qəşəng o dandan supu yenidən içməyə. O Asiya mətbəxi idi. Yaponiya idi yoxsa Vafu? Deyəsən Yaponiya restoranı idi. Gəlib özlərindən dəqiq soruşarıq. Bu güzgünü də bir dəfə silsəm yaxşı olar. Yapon restoranıymış. Restoran rezerv elədik. Açılmağına hələ bir 10-15 dəqiqə var. Ona kimi ətrafı gəzirdik ki, belə bir yer rastladıq. Yevreylərin əsərləri. Belə suvenirlər də deyə bilərik. Ümumiyyətlə bu hissə Yevrey küçəsidir. Burada çox Yevrey restoranı var. Belə sinagog var. Qəşəng dəftərdir orada. Nə qəşəngdir bunlar? Bunun izinə baxaq ki. Bu laf qəşəngdir. Necə gözəldir. Bu alma ağacıdır. Bu görsən Adəm heyvan dəxli var bu söhbətə yoxsa? Nədir? Hərfdir. Is 1000 euro, yeah? The one of the on the left is 1000. Yes. Why? Does it have any historical? Antique silver. Okay. How old is it? Which product is the most expensive product in this shop? And how much is it? I won't show it. İçəridə çox maraqlı əşyalar vardı. Ən çox fokus olduğum odur ki, kişiyə dedi ki, orada alıcıya ki, bu 1000 eurodur və göstərdiyi də balaca belə stəkan kimi, qədək kimi bir şeydir. Sən demə o Viyanadan neçənci ildən dedi? 1950-də Viyanadan qalan antikvar bir əşyaymış. 1950 elə də antikvar deyil də. Amma gümüşdür. Və biraz bir tık da tarix olduğu üçün 1000 eurodur. Ən bahalı əşyasını soruşdum. Dedi onu çəkməsəz daha yaxşı olar. Çəkmədim, amma 2000 euroya sadə bir necə deyim yaxşı çıxsın. O Temudan biz əl almışıq barmaq. Baxın onun kimi ucu barmaqlı kitabı müəllimlər üçün də böyük ehtimal nə bilim ya da kitabı oxumaq, göstərmək üçün kopya ona oxşuyurdu.
oydu, 2000 euroydu. Belə balaca, çox kiçik mağazaydı. Maraqlı idi. Satıcı da özü yevrey idi. Bizdən soruşdu ki, Mezazu. Mezazu dedi, Mezakru bilmirəm. Belə bir ad dedi. Dedi ki, bundan var sizdə. Qapıya taxılan, sən demə, uğur gətirilən əşyaymış. Mən burada işləyəndə mənim köhnə müdürüm yevrey idi və mən orada görmüşdüm ki, işte hər qapının üstündə nəsə belə qəribə bir şey taxıblar. Onda maraqlı gəldi. Həmişə baxırdım ki, bu temperatur ölçəndə yox, kamerada yox, heç nəyə oxşatmırdım. Heç soruşmamışdım da. Sən demə bu ondan imiş. Çox maraqlı. Gedib araşdıracağam onu. Dəhşət çox adam var içəridə, millət var. Nə içəcəyimi bilirəm, dandan supu. Amma əlavə yanına başqa şeylər də istəyirəm. Dəhşət acam. Menyu. Vegetarian hissəsini sürətli bir şəkildə keçirik. Biz ət ovuruq, biz ət yeyirik. Burada dəhşət çox səsi var. Ümid edirəm mənlə eşidirsiniz. Qızarmış toyuq seçdik. Fərqli bir sosda qızardırdılar. Sonra takoyaki seçdik. O da ki, oktopusdur. 8 ayaq, ahtapot. Bir də ki, dandan sup. Mən birinci dandan supu gözləyirəm səbirsizliklə, ağzımın suyu axır. Yeməyimiz gəldi. Çox sürətli gəldi bu dəfəkiləri. Belə göstərmirdim. Və elində çox qəşəng. Ola bilər var. Kameram olduğu üçün ola bilər bir tık öncəliyim olsun. Təşəkkür edirik yenə də. Oh. Thank you very much, so fast. Yanınızdakiləri niyə gətirmədilər? Mən o maraqlı, necə ola bilər? Birinci suyuna içmək istəyirəm. Ay, çox dadlıdır, çox dadlı bir şeydir. Yumurtanın rəngi biraz fərqlidir burada. Bu yumurtanı böyük ehtimal soyada falan saxlayıblar, hansısa sosda, baxın belə qaradır. O da çox ləzzətlidir. Evdə bunu eləməyi yoxlayacağam. Keçən əvvəl demişdim, yoxlayacağam, yoxlamadım. Bir sənə yadıma düşdü. Kung Fu Panda'da atası ördək idi, ramen pişirirdi. O yadıma düşdü. Deməli bu tokayakidir. Bu da ki oktopusdur. Yox, tokayaki budur. Oktopus budur. Bu da ki toyuqdur. İkisinə də adına baxaq görək necə olur. Oktopusa baxaq birinci. Belə kartoflu xəmir kimi bir şeyin içində qızardılmış. Toyuğun da yanında özlərinin bir neçə sos seçim şansı var idi. Bunların məşhur waffle sosu deyə bir şey varmış. Küncütlü bir sosdur. Bəşəydim. Bilmirəm nə qədər kalori yedim. Amma hər bir qramla dəyərdi. Bizim Elvinlə restoranlarda və ya çöldə elədiyimiz, ən sevdiyimiz aktivite nədir bilirsiniz? Digər insanların nə yediyinə baxmaq, müzakirə eləmək. Yəni fikir baxırıq görək digər insanlar nə yeyir, nə seçir, hansı yaxşıdır, hansı pisdir, hansının yeməyi olar. Məsələn, hansı restoran qabağından keçəndə ilk insanların yediyinə baxırıq, görək maraqlı bir şey varmı? Evə doğru gedirik. Qiymət isə 80 manat ödədik yediklərimizə. Məncə kifayət qədər yaxşıdır. Oturub hesabı gözləyərkən bir qız yaxınlaşdı masaya. Böyük ehtimal administrator idi və başladı kameramla bağlı suallar verməyə, işimlə bağlı suallar verməyə. Mən də ona dedim, məsəl üçün YouTube kanalım var, bu qədər abunəm var, bu cür kontentlər çəkirəm. Amma ona dedim ki, mən kontenti Azərbaycan dilində çəkirəm. Mənə bir təklif elədi. Nə təklifi olduğunu indi burada deməyəcəm. Çünki evdə fikirləşim, qərar verim. Əgər şərtlərim mənim üçün uyğunsa o təklifi qəbul etsəm, növbəti videolarda bu haqqda sizlə bölüşərəm mütləq. Günün ən sevdiyim saatına gəlirik, çay saatına. Mən burada özümün düzəltdiyim yulaflı kisimi yeyirəm. Üstündən fıstıq əzməsidir, üstündən də blueberry qoymuşam. Elvin isə keçən dəfə mağazadan aldığımız bu krem brüle şirniyyatını. Amma hər birinin üstündə toz var. Bəlkə tozu töküb yandırırsan, üstündəki kimi belə şəkər olur. Yumuşak kaliteli. Şüşə qutuda özdə çox qəşəng. Beğenen şey elime koydu. Biri sen, ikinci bu. Biri biraz şeydi ya. Hansı ikiş? Biri biraz bahalıdı. Mənə bahalı olan 100%. Onu da at tök üstünə. Qırıntıdır nəsə. Südlü şirniyyat dadlıdır. Magnoliyaya oxşuyur. Mən bəyəndim, çox ləzzətli şirniyyat. Və bugünkü vlogdan bu qədər. Ümid edirəm bu videomu bəyəndiniz. Kanala abunə olmağı, rəy yazmağı və bu videomu bəyənməyi unutmayın. Növbəti vloglarda görüşərik. Hələlik.